Salam dəyərli Mirac Media TV izləyiciləri. Bugün sizlərlə mən Aləm Hüseynovayam. Hal-hazırda Gürcüstanda yerləşən İlya Dövlət Universitetində hüquq fakültəsində təhsil alıram. Hüquq sahəsi yalnız məhkəmə zallarında deyil, həyatımızın hər bir anında, gündəlik qarşılaşdığımız situasiyalarda böyük rol oynayır. Məhz bu səbəbdən bugünkü videoda sizlərlə hüquqla bağlı çox vacib və düşündürücü 3 mövzudan danışmaq istəyirəm. İlk olaraq ümumiyyətlə hüquq nədir, niyə lazımlıdır? Ardınca hüququn təhsil sahəsinə necə təsir göstərdiyini izah edəcəyəm. Nəhayət, üçüncü və son mövzumuzda isə təhsildə ayrı-seçkilik nə cür ola bilər? Bunun nəticələri nələrdir? Və hüquqi baxımdan bu problemin qarşısı necə alınmalıdır? Bu məsələlərə toxunacağıq. Gəlin ilk əvvəl bu sualı cavablandıraq. Hüquq nədir və niyə lazımlıdır? Hüquq insanların birgə yaşaması üçün müəyyən olunmuş cəmiyyətdə davranış qaydalarını müəyyən edən və dövlət tərəfindən qorunan norma və qaydalar toplusudur. Bunu bir yol xəritəsi kimi düşünə bilərsiniz. Bu xəritə olmadan cəmiyyət bir kaosa çevrilərdi. O həm fərdlərin hüquqlarını qoruyur, həm də cəmiyyətdə qayda-qanunun təmin olunmasına xidmət edir. Hüququn əsas məqsədi insanların azad və təhlükəsiz bir cəmiyyətdə yaşamasını təmin etməkdir. Əgər hüquq olmasaydı, insanlar arasında haqsızlıqlar artar, güclü olan zəifə əzərdi. Məhz buna görə də hüquq ədalətin bərqərar olmasında ən vacib alətdir. Ən əsası hüquq bizə deyir, hansı davranışlar qanunidir, hansılar deyil. Hüququmuz pozularsa haraya müraciət etməliyik? Hüquq təbii ki, təkcə məhkəmədə işə yarayan bir alət deyil. O həm məktəbdə, ailədə, iş yerində, küçədə, həyatımızın hər bir sahəsində bizi müşayiət edir. Ən əsası isə qanunlar təkcə vətəndaşları yox, həm də dövlətin özünü məhdudlaşdırır. Demokratiyanın əsasında hüququn aliliyi dayanır. Bu isə bizə təbii ki, dövlətə qarşı güvən hissi verir. Çünki bilirik ki, hüquq varsa Bu isə bizə təbii ki, dövlətə qarşı güvən hissi verir. Çünki bilirik ki, hüquq varsa özbaşınalıq yox olacaq. Keçək indi ikinci mövzumuza. Hüquq təhsil sahəsində necə təsir göstərir? Əlbəttə, hər birimizə aydındır ki, təhsil təkcə sinif otağında keçirilən dərslərdən ibarət deyil. Təhsil insanın şəxsiyyətinin formalaşdığı, gələcəyin qurulduğu yerdir və bu sistemin düzgün işləməsi üçün hüququn dəstəyi vacibdir. Hüququn təhsil sahəsində rolu isə çox şaxəlidir. Hüquq burada həm tələbənin, həm də müəllimin, həm də təhsil müəssisəsinin davranışları müəyyən edir. Əgər bu sahədə hüquqi tənzimləmələr olmasa, çox asanlıqla haqsızlıqlar baş verə bilərdi. Gürcüstanda hüquq təhsilinin keyfiyyətinə, əlçatanlığına və bərabərliyinə çox ciddi təsir göstərir. Gürcüstan konstitusiyasına əsasən hər bir vətəndaşın pulsuz və məcburi ibtidai və orta təhsil almaq hüququ var. Bu dövlətin təhsil sahəsində əsas öhdəliklərindən biridir. Əgər bir uşaq məktəbə göndərilmirsə, bu həm valideynin məsuliyyəti olur, həm də dövlətin müdaxilə etməsi tələb olunur. Məsələn, təhsil haqqında Gürcüstan qanunvericiliyinə görə tədris planları diskriminasiya etməməli, dini, etnik və ya siyasi ayrı-seçkiliyə yol verməməlidir. Bütün məktəblər, istər dövlət, istər özəl, hüquqi normalara uyğun fəaliyyət göstərməlidir. Hər bir şagirdin eyni imkanlara malik olması hüquq tərəfindən qorunur. Bundan əlavə Gürcüstanda müəllimlərin statusu və onların hüquqları da qanunla müəyyən olmuşdur. Müəllimlər işdə diskriminasiyaya məruz qala bilməzlər. Eyni zamanda şagirdlərə qarşı etik qaydalara riayət etməlidirlər. Əgər bir müəllim şagirdi təhqir edirsə və ya fiziki təzyiq göstərirsə, bu hüquq pozuntusudur və cəza tədbirləri tətbiq oluna bilər. Eyni zamanda hüquq təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizəni də təmin edir. Deyək ki, bu qaydalar pozuldu. Bu zaman vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Nəticə etibarilə hüquq Gürcüstanda təhsilin təkcə format deyil, həm də ədalətli, şəffaf və hər kəs üçün əlçatan olmasını təmin edən bir vasitədir. Hüquq olmasaydı, təhsildə bərabərlik və keyfiyyət prinsipləri yalnız kağız üzərində qalardı. Üçüncü mövzumuz isə təhsildə ayrı-seçkilik nə cür ola bilər? Bunun nəticələri nələrdir və hüquqi baxımdan bu problemin qarşısı necə alınmalıdır? Təhsildə ayrı-seçkilik çox ciddi və təəssüf ki, hələ də mövcud olan bir problemdir. Cəmiyyətdəki ədalətsizliyin bir güzgüsüdür. Bu problem bəzən açıq şəkildə, bəzən isə gizli formatda özünü göstərə bilər. Gürcüstanda da bəzi hallarda problemə rast
Gürcüstanda da bəzi hallarda bu problemə rast gəlmək mümkündür. Gürcüstanda antidiskriminasiya qanunu mövcuddur və bu qanuna əsasən hər bir şəxs və ya universitetdə ayrı seçkiliyə məruz qalarsa xalq müdafiəçisinə, yəni belə desək, ombudsmana müraciət edə bilər. Ombudsman bu halları araşdırır və rəsmi qurumlara tövsiyə verir. Üçüncüsü, zəruri hallarda bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür. Şagird və ya valideyn hüquq pozuntusunun aradan qaldırılmasını, hətta təzminat ödənilməsini tələb edə bilərlər. Onu demək lazımdır ki, təhsildə bərabərlik yalnız hüquqi sənədlərlə deyil, real həyatda təmin olunmalıdır. Bunun üçün isə həm dövlətin, həm məktəbin, həm də cəmiyyətin üzərinə məsuliyyət düşür. Bunu da bilməliyik ki, ayrı seçkiliyin nəticələri çox ağırdır. Cəmiyyət daxilində sosial bərabərsizlik artır, gənclərin təhsildən uzaqlaşmasına səbəb olur. Uşaqlar arasında komplekslər yaranır, sosial təbəqələşmə güclənir, cəmiyyətin inkişafı yavaşlayır, insanlarda ədalətsizlik hissi formalaşır və gələcəkdə bu daha böyük sosial problemlərə gətirib çıxarır. Bəs hüquqi baxımdan bunun qarşısını necə almaq olar? Birincisi, Gürcüstan konstitusiyası hər bir fərdin bərabər hüquqa malik olduğunu bəyan edir və ayrı seçkiliyi qadağan edir. Əgər bu hüquqlar pozulursa və insanlar səsini çıxarmırsa, cəmiyyət dəyişmir. Amma hüququn əsas məqsədi də elə budur, ədalətsizliyə qarşı mexanizm təqdim etmək. Ən vacib olan isə budur, hüquqi savadlılıq. Hər kəs bilməlidir ki, onun hüquqları var və bu hüquqları qorumaq mümkündür. Əgər sən məktəbdə haqsızlıqlarla üzləşirsənsə, susmaq məcburiyyətində deyilsən. Səsin var, hüququn var və bu hüququ necə istifadə etməyi öyrənmək ən böyük gücdür. Bəli, dəyərli izləyicilər, ümid edirəm bu video sizin üçün faydalı oldu. Gördüyümüz kimi, hüquq bizim həyatımızın bütün sahələrində, o cümlədən təhsildə böyük rol oynayır. Və son olaraq isə hüququn gücünə inanın və onu hər zaman qoruyun. Dinlədiyiniz üçün çox sağ olun. Növbəti videoda görüşənədək.